Xoş gördük əziz dinləyicilər. Bir neçə aydır ki, izlədiyim və sezdiyim bir məsələ var, ictimai bir məsələ var və istəyirəm bu haqda danışım sizinlə. Çox vacibdir ki, sizdən də xahiş edirəm ki, bəyənin, paylaşın və sizlər də öz fikirlərinizi bildirin. Çünki mən bunu təkcə özümün apardığı araşdırmaqla, indiyənə qədər yaydığım videolarla yox, həm də hörmət etdiyim insanlarla, Azərbaycanda ictimai siyasi fəaliyyətlə məşğul olan insanların da fikirlərini öyrənərək, onların da statuslarına baxanlar və insanların onların altına yazdıqları rəylərə də baxdıqdan sonra tam bu surətdə bu qənaətə gəldim və onu da sizə deyim ki, bu illərdir ki, mən bunun heç bir əksini görməmişdim və birinci dəfədir ki, belə bir hadisə baş verir. Nədir bu hadisə? Dostlar, indiyənə qədər bilirsiniz, mən İstər Ukrayna-Rusiya müharibəsi olsun, istər qonşumuz Ermənistanda olan hadisələr, istər İranda baş verən hadisələr, istər dünya siyasəti barəsində mən məlumatlar vermişəm və bu məlumatları verdikdə kifayət qədər bu məlumatları verdikdə insanlarımız, Azərbaycan əhalisi bunlara diqqət yetirib və bu videoların baxışları kifayət qədər çoxalıb, insanlarımız daxili prosesdən danışdıqda hər kəs sakit qalıb, amma xarici proseslərdən danışdıqda, xarici siyasətdən danışdıqda hər kəs fəallaşır. Hətta Azərbaycan ictimaiyyətində belə bir də fikir vardı ki, elə ki xaricdən danışırsan, hər kəs siyasətçiyə çevrilir, hər kəs siyasi fikrini bildirir ki, bu pis bir şey deyil, amma nədənsə daxilə gəldikdə heç kəs siyasətlə məşğul olmaq istəmir və bildirir ki, mən siyasətdən uzaq bir insanım. Bilirsiniz, Azərbaycanda bu fikirlər çox məşhurdur. Amma dostlar, sizə bir neçə ay baş verən, bir neçə aydır ki, Azərbaycanda baş verən bu ictimai hadisə ilə bağlı, yəni bunlar elə belə bir məsələlər deyil. Mən bunları tam sürətlə araşdırmışam. Yüzlərlə mənim videolarımda olan rəylər olsun və yaxud da yenə deyirəm, Azərbaycanda olan digər blogerlərin rəyləri ilə baxmışam və bunu tam surətdə sezmişəm. Nədir bu? İndiyənə qədər deməli, xarici siyasətdən danışanda dediyim kimi kifayət qədər daha çox rəy, daha çox baxış olurdusa, insanlar daha çox fəal idilərsə o videolarda, bu günləri onlar kifayət qədər azalıb. Amma onun yerini bilirsiniz nə tutub? Daxili problemdən danışdıqda hər kəs artıq o videolara tökülüşür və hər kəs də rəylər yazmağa başlayır. Yəni, artıq belə deyək, Azərbaycan xalqı özünə dönür. Azərbaycan xalqının bumerang effekti ilə özünə qayıtdığının şahidi oluruq. Dostlar, yəqin ki, siz də hiss eləyərsiniz. Bu çox vacib bir məsələdir və məni çox düşündürür. Çünki illərlə mən deyərdim ki, illərlə mən bu fəaliyyətlə məşğulam, istər digər sosial şəbəkələrdə, amma bunun şahidi olmamışdım. Amma bu günləri biz geri dönüşün şahidiyik və bu elə belə bir rəqəmlər də deyil, yüzlərlə, minlərlə Azərbaycanlı artıq bizə bunu sezdirir. Dostlar, böyük ehtimal bunun ən böyük səbəbi artıq ölkədə olan sosial vəziyyətin ağırlaşmasına görədir. Artıq biz sosial vəziyyət o qədər ağırlaşıb ki, artıq xarici siyasət barəsində danışdıqda bu insanlara çox maraqlı gəlmir. Çünki daxildə proseslər o qədər ciddiləşib ki, insanlar artıq hər kəsdən daxildən danışmağı tələb edir. Bu mən deyərdim ki, bu son bir il ərzində cərimələrin də artmasından sonra, mənim sezdiyim qənaət budur, cərimələrin artmasından sonra, uşaq pullarının verilməməsi ilə, sərhədlərin bağlı qalması və Azərbaycanda qaz və işığa limitin qoyulması və sonda olan ki, bu günləri biz kifayət qədər cərimələrlə rastlaşıb, bu cərimələr artıq pik nöqtəyə çatıb ki, heç bir insan bundan qaça bilmir. Sırf bu hadisələrdən sonra mən bunu sezdim və insanlarımızda ictimai siyasi mövzulara qayıdışın yüksək səviyyədə mən görürəm və yüksək səviyyədə insanların bu məsələyə qayıtdığının şahidi oluruq və düşünürəm ki, bu birbaşa ölkədə olan artıq siyasi vəziyyətin, elə ictimai siyasi məsələləri də buna qatmaq olar. Sosial vəziyyətin kifayət qədər pisləşməsi artıq insanlarımız üçün dünyada baş verənlər yox, məhz Azərbaycanın özü, Azərbaycan xalqının özü, Azərbaycan dövlətinin içində olan sosial-iqtisadi siyasət maraq kəsb edir və insanlar
artıq vətənə dönürlər təfəkkürdə. Yəni bumerang geri qayıdır. Bu çox önəmlidir dostlar. Sizdən çox xahiş edirəm və siz də öz fikirlərinizi yazın, bəyənin, paylaşın bu cür statusları və öz düşüncələrinizi yazmaq çox vacibdir. Çünki xalq tələb etməlidir ki, insanlar tələb etməlidir ki, ictimai, sosial vəziyyət, insanların fikri və təfəkkürü tələb etməlidir ki, insanlar da daxildə öz problemlərinə qayıtsınlar. İstər bloger olsun, istər siyasətçisi olsun, istər iqtidarı olsun, istər müxalifəti olsun. Baxın, siz özünüzə qayıtdıqda mütləqdir ki, iqtidar da, müxalifət də sizə dönəcək. Eynən bu günləri artıq Gürcüstanla açılan dəmir yolu məsələsinə görə 26 may dəmir yolu. Mən düşünürəm ki, bu da insanların, Azərbaycan xalqının sosial vəziyyətini kifayət qədər ağırlaşması və artıq kifayət qədər də sosial bir baskı vardı, artıq tələbat vardı və düşünürəm ki, bu dəmir yolunun açılması da məhz bu tələbatın, bu baskının önəmli olmasından irəli gəlir. Sizdən çox rica edirəm, laqeyd qalmayın, fikirlərinizi yazın və belə statusları paylaşın. Təşəkkür edirəm.